orta yaşlı bir bəyəfəndi şikayətlər yeriyən zaman sağ ayağında olan ağrı və gücsüzlük. Gücsüzlük şikayəti əslində bir həddir qarşımıza. Yəni gücsüzlük varsa artıq burada sinirin zədələnməsi və ya əzələ sinir əzələ keçiciliyinin pozulması hər hansı bir səbəbdən vacib deyil. Önəmli olan, yəni bu varsa, bu artıq ağrı sindromu deyil. Burada da durum nədən ibarətdir? Həm MRT-də, həm xəstənin şikayətlərinin yayılma nahiyəsində, həm EMG cavabında uyğundur daha çox bu radikulopatiya, yəni L5-S1 aralığında olan yırtıq kanal daralması, həmçinin oturaq sinirin yayılan ağrı sindromu. Bundan əlavə yanaşı olaraq dediyim kimi gücsüzlük də var ayaqda. Bugün elədiyimiz prosedur bu pasientimizə həm diaqnostik bizim üçün, həm də müalicəvi xarakter daşıyır. Diaqnostik tərəfi odur ki, olunan prosedurun məqsədi beldən ayağa gedən bütün ağrı səbəblərini aradan qaldırmaqdır. L5-S1 aralığından biz epidural nahiyə iğnə ilə daxil oluruq. Kontrast maddənin yayılmasını gördük. Dərman maddəsini vurduqda isə bal pətəyi kimi bütün onurğanın yuxarı aşağı istiqamətdə yayılır. Sonra ikinci seansda isə preforbis sindrom. Oturaq sinir buradan çıxaraq düz budun arxası ilə ayağa doğru gedir. Planımızda olduğu kimi biz bu blokada icra etməklə ayağa doğru gedən sinir əzələ ağrısını diferensiasiya olaraq həm blokad etmiş oluruq, həm də müalicə etmiş oluruq.